Bir daha salam uşaqlar. Yarım kilogram pendir 3 manat 50 qəpikdir. 28 manata nə qədər pendir almaq olar? Deməli, əgər yarım kilogram 3 manat 50 qəpikdirsə, 1 kilogram tapmaq lazımdır əvvəlcə. Ona görə 3 manat 50 qəpik, yəni 350 vurulsun 2. Edir 7 manat. 1 kiloqramı 7 manatdır. 28 manata nə qədər pendiri almaq olar? 28 manatı bölürük 7-yə. 28-i 7-yə böləndə neçə düşür? 28-i 7-yə böləndə neçə düşür Cahid? 28-i 7-yə böləndə neçə düşür? Ay sağ ol. Bax, Cahid səhv yazıbdır. Cahid üçün bir də başa salım. Cahid, yaxına gəl. Bura bax balım. Yarım kilogram pendir 3 manat 50 qəpikdir. 28 manata nə qədər pendir almaq olur? Yarım kilogram 3 manat 50 qəpikdirsə, onun 1 kiloqramı tapmaq lazımdır. 1 kiloqramı nə qədər eləyər? 350 üstə qədər 350 və yaxud da 350 vur 2, bəli, 7 manat. 28 manata nə qədər pendir almaq olar? 7 manata bölürsən. 28-i bölürsən 7, o da neçə düşür? 4 manat. İndi bura baxaq. Hesablayın. Deməli, yaxına gəl Cahid. Hesablamısan. Cəmi nə qədər eləyir? Aha, nə sərgəli yazmışsan burada. Aferin sənə. 10, 4-ün üzərinə 3, 7, 9, bir də yaddaydı 10, 5, 9, bir də yaddaydı 10. Aferin, nə gözəl hesablamısan. 1000 qram 1 kiloqram eləyir. Aferin sənə. Hesablayın. 2 eyni torba 240 qramdır. 5 belə. Burada deyə bilərəm sənə. Bəli, buyur. Birinci bunun bir dərsi tapırıq. Onun da 240'ı bölürük 2'ye. Bəli. 120. Aferin. Ondan sonra da burada 2 dərsi bir də. Bəli, aferin. Qoy bölüm Cahid sənin üçün hazırlayım. Deməli ki, sənin biri 120 qramdır. Bir də orada qısa olaraq burada 240 verilib. 5'in içində 240, yəni 5'in 2 dənə var. Onun 240'ı vururuq 2'ye. Eləyir 480. İndi burada 4'ünü götürdük. Axı 5'də bir qalğımız olmuşdu. Ama tapmışdıq ki, bir də